Salam dəyərli izləyicilər, xoş gördük və Qarabağın gənc oyunçuları ilə bağlı çox maraqlı bir xəbər var. Ekranlarınızda aşağıda fotoları görürsünüz. Sən demə Nəriman Axundzadə bax bütün bu rəqiblərini hələ fotoda görmədiklərinizi də qabaqlayırmış. Söhbət nədən gedir? Qarabağın heyətində çıxış edən Azərbaycanlı futbolçuların 21 yaşına qədərki karyera dövründə klub və Avrokuboklarda əldə etdikləri statistik göstəricilər məlum olub və deməli Ramil Şeydayev 21 yaşına qədər Qarabağda 16 qol vurub və deməli assistlə yadda qalıb, Avrokuboklarda isə oyun keçirməyib. Mahir Emreli 21 yaşına qədər 21 qol vurub və assist eləyib, Avrokuboklarda isə cəmi 1 qol vurub. Toral Bayramovun bu göstəricisi 21 yaşına qədər 7 qoldur, Avrokuboklarda isə 1 qol müəllifi olub. Musa Qurbanlı 21 yaşına qədər Qarabağın heyətində Azərbaycan çempionatında 39 dəfə fərqlənib və Avrokuboklarda isə fərqlənə bilməyib. Nəriman Axundzadə isə 21 yaşına qədər 52 qol vurub və ən yüksək göstəriciyə sahibdir. Avrokuboklarda isə 3 qol vurub 6 assist eləyib və qeyd edək ki, statistik göstəricilərə nəzər saldıqda məhsuldarlıq baxımından Ajaxla oyundan sonra tənqidlərə tuş gələn Nəriman Axundzadə digər futbolçuları qabaqlayır. Belə yerdə deyirlər ki, uman yerdən yüksəllər.